palma yağı ilə bağlı ictimaiyyətdə həddindən artıq çirkli bir məlumat var. İnsanlarda belə bir təəssürat var ki, palma yağı digər yağlara nisbətən çox təhlükəli bir yağdır. Əslində bu belə deyil. Palma yağı da digər bitki yağları kimi insan qidası üçün yararlı bir yağdır. Dünyada istehsal olunan qənnadı məhsullarının 35%-də palma yağları istifadə olunur. Nə üçün? Həmin palma yağları təbiətən qatı yağ olduğuna görə onun əlavə emal proseslərindən keçmədiyi üçün o daha ucuz başa gəlir və buna görə də bazardan digər yağları sıxışdırıb çıxardır və buna görə də qarğıdalı və günəbaxan istehsal eləyən bir sıra həm iri müəssisələr, həm bir sıra ölkələrdə bu sahə ilə məşğul olan mütəxəssislər palma yağı ilə əlaqədar bizə çirkli məlumatlar veriblər kütləvi informasiya vasitələrində, amma əslində palma yağında da digər bitki mənşəli yağlardakı kimi bir sıra çirkləndiricilərin göstəricilərinə baxılmalıdır və eyni zamanda trans yağlarla bağlı. 4 şirkətdən 31-i olmaqla 73 nümunə ekspertizaya cəlb olunub və 16 dənə məhsulda uyğunsuzluq aşkarlanmışdır. 6390 kiloqramı bizim tərəfimizdən məhv edildi və 62440 kiloqramı isə utilizasiya verildi. İnsan qidası üçün yararsız hesab edildi. Amma sahibkara icazə verildi ki, onu sabun istehsalında tətbiq eləyə bilsinlər.